Bir gün vəhiy mələyi Həzrəti Cəbrail Peyğəmbərə nazil olub, buyurdu ki, Qaləllahu Əzzə və Cəl, Ləvləm əkun əliyyən, ləma kanə li Fatimətə kufvun ələ vəchil ərd, Adəm fəmən donəh. Allah Teala buyurur ki, Həzrət Cəbrail Peyğəmbərə buyurdu, Allah Teala buyurur ki, əgər əlini yaratmasaydım, yer üzərində Fatiməyə bənzər, Fatiməyə tay bir kəs olmazdı. İstər həmin şəxs insandan olsun, istər qeyri insandan olsun, başqa məxluqlardan olsun, mələklərdən və yaxud başqa məxluqlardan. Əli yalnız xanım Fatimə Zəhra salamullahi əleyhaya bənzərdir, uyğundur, ona babdır. Deməli, biz bu hədisdə, məşhur bir hədisdir, çox eşitmişik bu hədisi, amma biz həmişə diqqəti yönəltmişik bu hədisdə bir istiqamətə. O istiqamət də budur ki, deməli, xanım Zəhra salamullahi əleyhaya yalnız həyat yoldaşı Əli əleyhissalam ola bilərdi, ondan başqa bir kəs yox. Amma ümumi olaraq hədisin mənası budur ki, kufr sözü işlənir hədisdə. Kufr yəni bənzərsiz, bənzəri olmayan bir bənzər tapılmazdı. Deməli, xanım Zəhra salamullahi əleyha bütün xüsusiyyətlərdə, bütün fəzilətlərdə, bütün mənəvi dərəcələrdə və məqamlarda, Allah yanında olan məqamlarında Həzrət Əli əleyhissalamla bərabərdir. Biz Əli əleyhissalamı necə tanıyırıq? Şücaətdir, səxavətdir, ədalətdir, möminlərin, təqvalıların əmiri, ağası, üstün bir şəxsi, onlara nümunə olacaq bir şəxs. Bütün bu xüsusiyyətlərlə ki, biz Həzrət Əli əleyhissalamı tanıyırıq, o xüsusiyyətlərin hamısında xanım Zəhra salamullahi əleyhanla Əli əleyhissalam birdirlər və həmçinin də xanım Zəhra salamullahi əleyhanın nə qədər fəzilətli məqamları var, xüsusiyyətləri var, həmin məqamlarda da Həzrət Əli əleyhissalam onu ilə necə birdirlər, bənzərdilər. Və elə bir şəxs yoxdur məxluqat arasında ki, xanım Zəhra salamullahi əleyhaya bu məqamlarda, bu fəzilətlərdə tay olsun, ona uyğun olsun, ona bərabər olsun. Yalnız kimdir? Yalnız Əli ibn Əbi Talib əleyhissalam.